Hamıya salam. Bugün yenə standoftayıq. Amma bugün gameplay videosu yox, qutu açılımı videosu çəkəcəm. Əlimdəki imkanlarla bu qədər qutu yığmışam. Yəni oyuna pul vurmadığıma görə maksimum bu qədər oldu. Deməli, bax nələr istəyirəm. Burada bunu istəyirəm. Yəni bu qırmızılardan hər hansısa. Bir də ki, bu AKL-12 ya da ki bu MP7-ni istəyirəm. Qalanları çıxmasa da olar. Bu dördündən biri çıxsın, qəşəngdir çox. Buradan Deagle əvəzinə P90 qəşəngdir. Yəni Deagle düzdür, dəyərlidir, amma çox da oyun içi görünüşü çox da xoşuma gəlmir. M16 çıxsa da yaxşı olar. Buradan təbii ki bu FS ilə M4-ü istəyirəm, yaxşıdır. Samuray M4-ü. Amma Lizard çıxsa da təbii ki bu da yaxşıdır. Bir də bu UMP qəşəngdir. İstədiklərimi dedim. İndi isə bir dənə də bu qutu var. Onsuz bundan çox güman ki vaxtla çıxır. Vaxtla çıxmasa da yaxşı deyirlər. Ona görək nə olur. Deməli indi şansımızı atmaq üçün, yəni pis şansı atmaq üçün birinci fragment qutularını açacağam. Şansımızı burada ataq ki, bəlkə bir taktik olar, totem olar. Onsuz yəni bunlardan bir şey gözləmirəm. Nə çıxsa da çıxsın da, yəni. Bir gözləntim yoxdur bunlardan. Aha. 4 dənə qaldı. Ancaq da yəni ən sadəsini verir. Bir dənə epic falan gəlmir. Heç epic gəlmir. Aha, son 2. Sonra normal qutulara keçirik. Aha, epic. Deyirəm axı gəlməz. Son 1. Sonra vaxtını asarıq. Ondan sonra isə normal qutulara keçək. Aha, elə gözləntim buydu. İndi isə buradan təsəvvür edin bu çıxır da, çox qəşəngdir. İndi görək, amma inanmıram o qədər şansım olsun. Dediyim kimi vaxtla şey çıxdı, yəni çıxmasa bundan yaxşı idi. Aha, başlayaq. Görək nə çıxır. İlk şansımıza bizdə olan bir şeydir, yəni çıxmasa bundan yaxşı idi. Yəni bunlar çıxmasa nə bilim valla. Yəni var bu da var. Bunlar yəni hər qutuda olmalı da, yəni bu çıxır ancaq. Yəni öyrəşmişəm. Yəni bu da onların tayı. Bu qutudan gözlədiyim şeylər çıxmadı. Yəni harda ən pislər var, gəldi çıxdı, nəysə. Onsuz yəni böyük bir gözləntim yox idi, heyslənməyə dəyməz. M40 çıxdı. Yaxşı olmasa da, mənim M40 yox idi M40-ım. Ona görə yəni heç yoxdan yaxşıdır deyirik və istifadə edirik. Bir də market dəyərinə baxaq. 0.3. Yəni onu özüm də ala bilərdim. Eybi yox. Və heç olmasa P90 çıxardım. AK çıxdı, amma AK hanı o AK? Bunu işlədirəm. O da yaxşıdır əslində, onu da işlətmək olar. Yox idi o. Bir dənə M16 çıxsa yaxşı olar. M40 bayaq çıxdı. Ən azından məndə olmayan bir şey. Ona bax. 2 dənə dəyərli şeyin arasında qaldı. Amma gəlməz. Aha. Son bu qutuya gəldik. Bu qutuda yaxşı şeylər var. Gör harada dayandı. Bir dənə sağa getsə ölər. Bunu da yox idi məndə. Bunun deseni yox idi. Buna çıxması ən azından yaxşı oldu da.
heç yoxdan yaxşıdır, belə deyək. Bu amma heç çıxmasa daha yaxşı idi. Ən azından bir nə bilim MP7 o da çıxmır. Ən altdakılar çıxır. Mən ona heyfslənirəm. Bu qədər yığmışam, əziyyət çəkib yığmışam, əziyyətimin qarşılığını ala bilmirəm. Buna bax, çıxan şeyə bax. Nəysə dostlar, video bugünlük bu qədər oldu. Çıxan şeyləri belə göstərirəm sizə. Bir də bu çıxdı, bunu şanlıq. Bir də nə çıxmışdı bu. Yəni mənə lazım olan, istifadə edəcəyim bu ikisi idi. Bir də bəlkə bu AK olar. Yəni belə, gözlədiyim çıxmadı, gözlədiyimi ala bilmədim. Neyniyək, onsuz bir yandan da gözləyirdim belə olacağını. Nəysə, əgər istəsəz bu videonun davamını mən biraz da yığaram. 1-2 həftəyə yenə çəkərəm. Bir 20 dənə falan açaraq. Bunu da rəylərdə bildirməyi unutmayın. Oldu, sağ olun.